Elnur doktor, əgər valideyn 5 yaşdan sonra uşaqda artmiya simptomları görsə, o zaman nə etməlidir? Birinci, mən anlamadığım şey burada var. Niyə 5 yaşdan sonra? Aritmiya hər an ola bilər. Bu, o zaman valideyn bizə elə vurğulayıb ki, uşaqda 5 yaşına qədər heç bir şey olmayıb, hər halda ondan sonra aritmiya çıxıb ortalığa. Dərhal uşaq kardioloqa müraciət. Nədən? Çünki birinci aritmiya növünü aşkar olunmalıdır. Aritmiya protokolu bilinməlidir. Xəstəlik nədirsə, ona görə biz təbii ki, Holter qoyuruq, biokimik analizlər istəyirik, mənşəyi tapmağa çalışırıq və gərəkən müayinə müdaxiləni həyatımıza keçiririk. Qədər deyəcəm. Ancaq aritmiya yaşdan asılı deyil. Aritmiya hər an ola bilər. Ana bətində də ola bilər. Dünyaya gələn anda da görmüşəm, var elə xəstələrimiz, ciddi nəzarətə saxlayadıqlarımız. Yəni, nə vaxt valideyn nəbzinə qoyub ölçür, görürsə ürəkdə düzənsiz ürək vurğuları varsa, mütləq surətdə uzatmadan uşaq kardioloqa müraciət eləməni tövsiyə edirik. Bu tür videoları izləmək istəyirsinizsə, şərh bölümümüzə öz fikirlərinizi, öz suallarınızı yaza bilərsiniz. Bizdə də münasib bir zaman sizə o suallarla geri bir dönüşüm eləyə bilərik. Hörmətlə Elnur İmanov.